Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu Muhammed və ali Muhammed. Deməli, qardaşlar, əbanın altında neçə nəfər var idi? Onun rəqəmsal dəyərini sizə göstərəcəm. Rəqəmsal dəyər 571-dir. 2 hədisi var da, bütün sünni və şiə alimlərin hamısının qəbul etdiyi hədisdir. Həzrəti Peyğəmbər əbasının altında 5 nəfər var idi. Peyğəmbər, Əli, Fatimə, Həsən, Hüseyin 5 nəfər. Amma 6-cı bir varlıq da gəldi, girdi əbanın altına. Həzrəti Cəbrail Allahdan icazə aldı, sonra gəldi Rasullahdan icazə aldı, əbanın altına girdi. 2 hədisində bu cür deyilir. Yəni 5 topla 1. 6 varlıqdan söhbət gedir. İndi gəlin görək bunlar əbcədi neçədir? 571-dir. Niyə? Fikir verin, Muhammed kəlməsi, Ali, Fatimə, Həsən, Hüseyin və bir də Cəbrail kəlməsi ki, Cibril olaraq belə yazılır Quran-ı Kərimdə, Cəbrailin adı gəlir. İndi gəlin baxaq. Burada hansı hərflər iştirak edib? Ona Peyğəmbər və Əhl-i Beytinə səlavat və səlam olsun. Muhammed kəlməsində sallallahu aleyhi və səlləm mim hərfi 40-dır, ha hərfi 8-dir, dəl hərfi 4-dür. Deməli, Muhammed kəlməsində ancaq 3 dənə hərfi hesablaya bildik. 40, 4 və 8. Ali kəlməsində və yaxud da Aliyun olaraq yazılır və yaxud da Ali. Aliyun kəlməsində biz nəyə baxırıq? Məsələn, Ayn 70-dir, 70, baxın, 70. Ləm 30-dur, ya 10-dur. Fətimə kəlməsində əlif yazılır Fətimədə, amma əlif oxunmur. Biz oxunan hərfləri oxuyuruq. Əlif oxunmur. Fə 80-dir, fikir verin 80. Ta 9-dur əbcəddə. Təmərbutə vəqf halında həni ifadə edir. Fətiməh deyirik. Fətimə tuz zəhrada deyə bilərik. Onda tə olur artıq 400. Amma vəqf edirik Fətiməh deyirik. Onda nə olur? Tək halda vəqf halında hə də 5 deməkdir. Təmərbutu çevrilir həyə olur 5. Məsələn, Həsən kəlməsində sin 60, nun 50, Hüseyin kəlməsində heç nə yazılmır. Çünki nə yazılacaq ki, hamısı artıq burada istifadə olunub. Cəbrail kəlməsində cim 3-dür, B hərfi 2-dir, ra hərfi 200-dür. Baxın. Yəni, neçə elədir? Cəm neçə elədir? 571. 571 nədir? 571 əbanın altında olan varlıqların rəqəmsal dəyəridir. Ki, burada neçə dənə hərfdən istifadə olundu, neçə dənə var idi? 5 topla 1 və bu da 571 rəqəmi Həzrəti Peyğəmbərin anadan olma ili gəldi, çıxdı 571. Yəni, fikir verin, əbanın altında olan kəslərdən söhbət gedirsə, bunlar da nəyi göstərir? Bütün bu rəqəmsal sistemlər onu göstərir ki, yəni Tahir Muradov Quran yazıb, TikTokda, YouTube'da mənim videolarıma baxa bilərsiniz. Mən yüzlərlə elə bir şeylər tapmışam ki, rəqəmsal dəyərlərlə kəlmələr uyğun gəlir. Məsələn, quldarlığın ləğvindən danışır Allah Teala Quran-ı Kərimdə. Rəqəmsal dəyər Fransanın ilk dəfə quldarlığı ləğv elətdiyi 1974-75 rəqəmlərinə gəlir, çıxır. Və yaxud da Peyğəmbərə deyir, innəkə məyyutun, həqiqətən sən öləcəksən, rəqəmsal dəyər gəlir, çıxır 632-yə gəlir, çıxır Peyğəmbərin ölüm tarixinə. Yəni, bütün bunlar onu göstərir ki, bu kitab, Quran dediyimiz bu kitab heç kim tərəfindən yazıla bilməzdir. Yalnız Allah tərəfindən göndərilib. Hətta mənim başqa videolarımda görə bilərsiniz ki,
Qurani-Kərimdə neçə dənə hərf iştirak edibsə, onların hamısını orada göstərirəm. B hərfindən neçə dənədir, T hərfindən neçə dənədir, Cim hərfindən. Və bunları sonra başlayıram ədəd hesablamağa. Məsəl üçün, tutaq ki, məsəl üçün deyirəm, mən burada dəqiq deyirəm. Tutaq ki, B hərfi Qurani-Kərimdə 333 dəfə gəlib. Mən bunu 333-ü belə hesablayıram. 3 topla 3 elədi neçə? 9. Tutaq ki, T hərfindən 444 dəfə gəlib, məsəl üçün. Amma orada dəqiq deyirəm. 444-ü bu cür hesablayıram. 4 topla 4, topla 4, topla 4. Ədəd. Həmən 444 rəqəmin. Və sonra həmən T hərfi əbcəddə nə idi? 400. O 400-də necə yazılar? 4, 0, 0, 0. Orada sıfırlar sayılmır. Bir dənə 4 onun üstünə gəlirəm. 4 dənə 4'üm 16 edirdi. Üstünə də 4 gəlirəm. Edir artıq 20. Bu cür hesablayıram. Hərfin əbcəddə rəqəmsal dəyəri. Bir də hərfin özünün Quranda işlədiyi nə qədər işlənibsə onu. Gəlir çıxır 632-yə. Bu nə deməkdir? Bu o deməkdir ki, deməli Qurani-Kərimdə bircə dənə hərf artıq ki, əski olsaydı 632 rəqəmi alınmazdı. Yəni bu mümkün deyildi ki, o rəqəm alınsın. Bütün bunlar namaz qılaraq da bizim qıldığımız namaz, məsələn, Sistani ağanın əgər hökmü ilə götürsək, İraqdakı müştidin, onun namazda nəyi vacib sayıbsa, Allah Akbar vacib sayıb, Fatihəni, kəlmə-i şəhadətdə əsas kök 2 dənə kəlmə, 2 dənə cümləni, bir də Əssəlamu Aleykum kəlməsini, bir də Sübhanallahları. Bunları rəqəmlə hesablayanda hərfi, məsələn, Allah Akbar necə yazılır? Əlif. Əlifbada birinci hərfdir, Allah kəlməsində ləm 23-cü hərfdir, Allah kəlməsində yenə bir ləm var, o da 23-dür, Allah kəlməsində hə hərfi 27-ci hərfdir. Heç əbcədlə yox, rəqəmsə. Əlifbada duran yerini hesablayanda hansı rəqəm alınır? 6236. Fikir verin, 6236 nə deməkdir? Qurani-Kərimin ayələrini sayın. Namazın vacib kəlmələrindən deyirəm. Orada azanı demirəm, iqaməni demirəm, səlavatı demirəm, təşəhhüddəki əsas kök nədirsə, Sistanin nəyisə ən vacib sayıbsa, özdə nə cür namaz? Məsələn, 5 namazın ən qısası hansıdır? Sübh namazı 2 rükətdir. O sübh namazının da ən qısa variantı necə ola bilər? Ən qısa variantı. Tutaq ki, günəş çıxmağa az qalıbdır. Elə bir zamandır ki, çox az qalıb. Allah Akbar deyəcək, Fatihəni deyəcək, İxlas surəsi saqit olacaq, İxlası deməyəcək. Əlin dizinə qoyanda, rükü edəndə bir dəfə Sübhanallah deyəcək, çünki artıq vaxt qutarır. Başın yerə qoyanda bir dəfə səcədə bir dəfə Sübhanallah deyəcək, oturacaq, yenə başını qoyacaq mühürə, yenə bir dəfə Sübhanallah deyəcək, yenə qalxacaq, Fatihəni deyəcək, bir dəfə əlin dizinə qoyacaq, Sübhanallah deyəcək, bir dəfə başını yerə qoyacaq, bir dəfə Sübhanallah deyəcək, ikinci səfər başını yerə qoyacaq, yenə bir dəfə Sübhanallah deyəcək. Ta 3 dəfə Sübhanallah yox. Halbuki 3 dəfə Sübhanallah demək nə idi? Vacib idi. Artıq çox kritik vəziyyətdə, tələsən bir vəziyyətdə artıq günəş çıxacaq, neysə başqa bir əhəmiyyətli bir şeydə 3 dəfə Sübhanallah deyən insanın hökmü bir dəfə alını yerə qoyanda 3 dəfə Sübhanallah demək ki, bir dəfəyə düşür. İndi deyəsən, nə olsun, nə demək istəyirsən? Ən qısanın ən qısasını götürdüm. Ən qısa nə idi? 5 namazdan sübh namazı. Ən qısa variantda qılınan namazın sözlərini götürdüm. Onları əlifba sırasını hesablayanda gəlir 6236. Görürsünüz, yəni bu nə deməkdir? Tam hamısı rəqəmsal sistemdir. Yəni Qurani-Kərimdə İmam Hüseyin əleyhissalamın baxsaz görərsiniz ki, həl mən nəsrün yensürün kəlməsi var. Kimdir o kəs ki, mənə yardım eləsin? Rəqəmsal dəyəri Həzrəti Mehdinin qeybəti səğirəsinin başlanğıcına düşür. İmam buyurur ki, kimdir o kəs ki, mənə yardım eləsin? Hamı da bilir ki, imama əsr kamil yardımı kim edəcək? Həzrəti Mehdi. Allah zühurunu təzir eləsin. Səlam olsun ağaya. Məsələ odur ki, bəs kim edəcək? Həzrəti Mehdi. Həzrəti Mehdi həmən vaxtı gedir qeybəti səğiriyə.
Fikir verirsiniz. Bunlar hamısı da hansı rəqəmlərlə uyğun gəlir? Miladi təqvimi ilə. Sizə deyəsiniz ki, axı miladi təqvimi bir neçə yüz il bundan qabaq şey olub da, alimlər tərəfindən, Avropa alimləri tərəfindən yaradılıbdır. Allah Teala bilirdi ki, bu təqvimlə dünya gedəcək. Fikir verin. Ona görə bu təqvimlə də uyğun gəlir. Və fikir verin, Elhamdülillahi Rabbil Alemin deyirik. Onun rəqəmsal dəyəri, mən baxsaz videoda görərsiniz ki, Elhamdülillahi Rabbil Alemin rəqəmsal dəyəri, əgər oxunan hərflər oxusaq, məsələn, Elhamdülillahi Rabbil Alemin kəlməsində Y hərfin oxumuruq. Niyə? Çünki oxunmur. Oxunan hərfləri oxusaq, Elhamdülillahi Rabbil Alemin gəlir 570-ə, Peyğəmbərin anadan olma ilə və yaxud da ana bətrində olma ilə. Elhamdülillahi Rabbil Alemin. Bunu əlifba sırası ilə oxusaq, hərfləri əlifba sırası ilə oxusaq, əbcədlə yox. Onda gəlir 260-a. Bu da 260 nədir? Həzrət-i Mehdinin qeybət-i kübraya getməyi. Biri, birinci məhsumun anadan olmasını göstərir, qeybətdən çıxır. O birisi, Həzrət-i Mehdinin o axırıncı imamın qeybətə getməyini göstərir. Baxır, sən onu əbcədlə mi oxuyassan, yoxsa əlifba sırası ilə mi? İslam təqvimi ilə mi oxuyassan, yoxsa miladi təqvimi ilə? Hamısı ilə uyğun gəlir, məsələ oldu. Salavat və salam olsun Peyğəmbər və əhl-i beytinə. Mənim bütün bunları sizə izah eləməkdə məqsədim odur ki, İslam dininin haqq din olması, 12 imam yolunun haqq yol olması tam gün kimi aydındır. Yəni, hətta riyazi rəqəmlər bunu göstərir, riyazi sistemlər bunu göstərir.